Əgər Fransada fransız vətəndaşlığını almısınızsa, Azərbaycana qayıdanda, ziyarət eləmək istəyəndə sizin üçün nələr dəyişir? O suala cavab verəcəyik bu gün. 2 dənə məsələyə diqqət yetirək. Fransız vətəndaşlığını alar-almaz Azərbaycanın Xarici İşlər Nazirliyinin saytına girib, orada elektron ərizə vardı. O ərizəni doldurmaq lazımdır ki, bizim miqrasiya xidmətinə xəbər verəsiniz ki, mən fransız vətəndaşlığını almışam. İkinci məsələ də odur ki, siz fransız vətəndaşlığını alanda Azərbaycan vətəndaşlığından çıxarılmış olmursunuz, məhrum olmursunuz. Təbii özünüz istəmədiyiniz müddətcə sizi heç kim avtomatik olaraq vətəndaşlıqdan çıxartmır. Həm fransız, həm də Azərbaycan vətəndaşlığınızı saxlayırsınız. Onun üçün də Azərbaycana gedəndə bu pasport kontrol hissəsində həm Azərbaycan, həm də fransız pasportunuzu göstərirsiniz. Keçirsiniz rahat bir şəkildə. Azərbaycana çatanda da orada həm Azərbaycan pasportunu göstərirsiniz. Azərbaycana çatanda əsas Azərbaycan pasportudur. Eyni zamanda da ya fransız şəxsiyyət vəsiqəsini, ya da fransız pasportunu göstərirsiniz. Çox rahat bir şəkildə keçirsiniz, gedirsiniz. Heç bir problem olmur. Çox uzun-uzadı sorğu-sual da olmur. Eyni şəkildə Azərbaycandan sonra təzədən Fransaya qaydanda da yenə həm fransız pasportunu, həm də Azərbaycan pasportunu göstərirsiniz. Ondan sonra da rahat bir şəkildə keçirsiniz, gedirsiniz. Bu qədər. Başqa sualınız olsa çəkinmədən verə bilərsiniz.